Demək bizim 29-cu məsələdə -.3 üçünün el məsafədə yerləşən A nöqtəsinin yekun elektrik sahəsinin intensivliyini soruşur bizdən. A nöqtəsi buradadır. -3-ümüz də burada yerləşir müəyyən bir el məsafədə. A nöqtəsinin yaratdığı intensivlik həmişə sahə istiqamətində yönəlir və Y0 bölünsün epsilona bərabər. Niyə epsilona bölürəm? Çünki dielektrik mövzuluğu epsilona, intensivlik epsilon dielektrik mövzuluğu ilə tərs asılıdır. Ona görə bölürəm. Və həm də dielektriklə dolu qabdır. Q3 isə -3 olduğuna görə intensivlik vektoru özünə daxil olur. Ona nöqtəvi 3 olduğuna görə onun da intensivliyi K2 bölünsün epsilon R kvadratıdır. Yəni yenə dielektriki nəzərə alırıq. İntensivlik vektorları eyni istiqamətdə yönəldiyinə görə Y1 ilə Y2-ni topluram. Yəni Y0 bölürəm epsilonu, üzərinə K2 bölünsün epsilon R kvadratını gəlirəm. Olur. Cavab C bəndi.